Dini kitablarda dinozavrlar varmı? Quranda, Tövratda və İncilin mətnlərində dinozavrların adı açıq şəkildə çəkilmir. Çünki bu kitablar əsasən insanların tarixi və əqli prinsiplər üzərində dayanır. Milyonlarla il əvvəl yaşamış canlılardan bəhs etmirlər. Amma bəzi teoloqlar maraqlı bir ehtimal irəli sürürlər. Dini mətnlərdə təsvir edilən bəzi sirli məxluqlar qədim insanların dinozavr qalıqları ilə qarşılaşmasının nəticəsi ola bilər. Məsələn, Bibliyada Behemot və Leviathan adlanan iki nəhəng məxluqdan danışılır. Behemot quruda yaşayan güclü və nəhəng bir canlı kimi. Leviathan isə dənizdə mövcud olan qorxunc varlıq kimi təsvir olunur. Bəzi insanlar düşünür ki, bunlar qədim insanların rast gəldiyi iri sürünənlər və ya dinozavr sümüklərinin təsiri ilə yaranmış obrazlardır. Quran-Kərimdə isə konkret dinozavr adı çəkilmir. Amma bir çox ayədə sizdən əvvəlki nəsillər və yox olmuş canlılar kimi ifadələr var.